Bugün keçirik ismin mənsubiyyət kateqoriyası. Dedik ki, ismin bir sıra özünə aid xüsusiyyətləri var idi. Keçdik ümumi xüsusi isimlər, tək, cəm, toplu isimlər, mücərrəd və konkret isimləri keçmişdik. Hansı sözlərimiz idi ki, həm mücərrəd, həm də konkret kimi çıxış eləyə bilir? Analıq, atalıq, bəli. Bəli, bəzi duyğu insan anlayışında olanda bu artıq konkretdir. Əgər hiss duyğu mənasında olursa, bu artıq mücərrədlikdir. Bəs ağıl sözünü konkret mənası nədir? Ağıl sözünü. Tövlə mənasında olanda ağıl. Tövlə mənasında olanda bu konkretdir. Əgər ağıl sözü ümumiyyətlə baxaq. Ağıl mücərrəddir. Ağıl həm milli sözdür, həm alınma sözdür. Ağıl sözünün milli mənası tövlədir. Və bu zaman bu ağıl sözü konkret olur. Çünki ağılı, tövləni görə bilirik. Ora girə də bilirik. Alınma mənası insanın beyni mənasındadır, beyin mənasında. Və biz ağlı, insan ağlını görə bilirik. Sadəcə onun düşüncə tərzidir. Hansı bir məsələyə yanaşma, qavrama tərzidir də ağıl, eləmi? Deməli, bu artıq mücərrəd olur. Deməli, alınma mənası mücərrəd, konkret mənası nədir? Millidir. Tövlə olur həm də. İsmin mənsubiyyət kateqoriyasını bilmək üçün biz birinci şəxslərdən danışaq. Ümumiyyətlə bizim neçə şəxs əvəzliyimiz var? 6 dənə şəxs əvəzliyimiz var. Birinci, ikinci, üçüncü şəxs. Birinci şəxs mən, təki. Cəmi nədir? Biz. İkinci şəxsin təki sən, cəmi nədir? Siz. Üçüncü şəxsin təki o, cəmi onlar. Deməli, şəxs əvəzlikləri haqqında bir-iki dənə əsas qayda deyim. Siz də qeyd edin ki, testdə sizi çaşdırmasın. Deməli, mən, biz, sən, siz, o, onlar. Birinci, ikinci şəxsin həm təki, həm cəmi yalnız insana aid olur. Yalnız insana aid olur. Görmüsünüz, heyvana sən deyə müraciət eləsinlər. Hansı bir əşyaya sən deyə müraciət eləsinlər. Və yaxud da biz, siz deyə müraciət eləsinlər. Yox. Mən, biz, sən, siz əvəzlikləri yalnız insana aid olur. O və onlar əvəzliyi həm insana aid olur, həm heyvana aid olur, həm də ki əşyaya, cansızlara aid olur. Bu əvəzliklərdən biz əvəzliyi amonim xüsusiyyətinə malikdir. Bir, ayaqqabı tikən biz, iynə kimi olur, qarmaq ucu da belə interesli olur. Bir də biz əvəzliyi. Bir də onun amonimliyi var. Onun amonimliyi də nədir? Bir şəxs əvəzliyi, bir də işarə əvəzliyidir. Belə, mənsubiyyət şəkilçisi mənsubluq, aidlik bildirir. Mənsubiyyət şəkilçisinin əlaqədə olduğu yeganə hal var ki, sanki düşünün, ana və baladılar. Yiyəlik hal olmasa, sanki düşünün ki, mənsubiyyət şəkilçisi yoxdur. Yiyəlik hal özündən sonra mənsubiyyət şəkilçisi özündən əvvəl yiyəlik hallı söz tələb eləyir. Mütləq. Əgər cümlədə işlənməyibsə də rahatlıqla bərpa eləyib qoya bilərik onun yerinə. Qarşınızda gəlin yazaq. Bir-bir əvəzlikləri yazaq. Mənim, sənin, onun, bizim, sizin, onların. Deməli, mənim, sənin, onun, bizim, sizin, onların. Bunun şəxs əvəzliklərini yazdıq, eləmi? Bir dənə şəxs əvəzliklərini yazanda bura bir qeyd eləyək ki, şəxs əvəzliklərini artırdığım şəkilçilər heç biri mənsubiyyət şəkilçisi deyil. Nəyə görə deyil? Çünki yadınızda saxlayın, şəxs əvəzlikləri, bunlar hamısı şəxs əvəzliyi, axı 6 dənə şəxs əvəzliyimiz var. Şəxs əvəzlikləri heç vaxt mənsubiyyət şəkilçisi qəbul eləmir. Qəbul etmir. Əgər mənim, sənin, onun, bizim, sizin sözlərində ın şəkilçisini gördüksə, bir mənalı olaraq bilin ki, bu yiyəlik halın şəkilçiləridir. Dedik ki, yaxşı, bəs yiyəlik halın şəkilçisi nədir? Yiyəlik halın şəkilçisi dedik, ın, in, un, ündür, eləmi? Bəs yaxşı, indi baxın,
Mənimli im, bizimli im yazmışam. Niyə? Çünki birinci şəxsin tək və cəmi yəlik alan in şəkilçisini qəbul eləmir. Nəyə keçir? İm olur. Mənim, bizim sözlərindəki im şəkilçisi mənsubiyyətin yox, yəlik alan şəkilçisidir. Yenə də sizi çaşdıra bilər. Axı yəlik alan şəkilçisi, bəli. Mənim kitabım. 2 dənə söz. Məsəl üçün yazaq. Mənim kitabım. 2 dənə ım şəkilçisi var sözdə. Deyəcəklər ki, ikisi də mənsubiyyətdir. Orada artıq buradakı ım şəkilçisi birinci sözdə, yəni şəxs əvəzliyinə artırılan ım şəkilçisini heç vaxt yəlik mənsubiyyət şəkilçisi götürə bilməzsiniz. Yenə də deyirəm, mənsubiyyət şəkilçisi şəxs əvəzliklərini artırıla bilmir. Mənim kitabım, sənin kitabın, onun kitabı, bizim kitabımız, sizin kitabınız, onların kitabı və yaxud da kitabları. Hər ikisi artırıla bilər. Deməli, indi gəlin biz baxaq. Birinci şəxsin təkinin mənsubiyyət şəkilçisi nədir? İm, üm. Bəzən bunun m versiyası da var. Məsəl üçün, mənim anam. Ana sözünə baxın. Gördünüz, təkcə m şəkilçisi də var. Sənin kitabın. In, ün. Bunun təkcə n versiyası da var. Sənin anan. Əgər sözün sonu saitlə bitərsə, mənsubiyyət şəkilçisi öz saitini düşürür. Onun kitabı, i, u, ü, bəzən bunun bitişdirici sı ilə işləndiyi də var. Onun anası. Bitişdirici şəkilçini heç vaxt ayrılıqda təhlil eləməyin. Bitişdirici şəkilçi elə özündən bitişdiyi şəkilçi ilə bir yerdə təhlil olunur. Anası, bizim kitabımız. Üstü 4. Bu bəlkə bəzən bunun mız versiyası da var. Bizim anamız. Kitabınız, ınızdır şəkilçisi. Bunun nız versiyası da var. Ananız. Onların anaları və yaxud da anası. İkisini də deyə bilərsiniz. Onların anası. Və yaxud da analar. Mənsubiyyət şəkilçisi sözü, deməli, bu bizim dediyimiz ana qaydadır. Bəs yaxşı, mənsubiyyəti tapmaq üçün biz nədən istifadə eləməliyik? Bizim köməyimizə bir dənə açar sözümüz gələcək. Açar sözümüz öz əvəzliyi. Hər bir şəkilçidən sonra. O hər sözdə tutmur. 2 şəxsdə tutur. 2 şəxsdə tutur, amma hər sözdə tutmur. Öz çox sözdür, hər sözdə tutur. Məsəl üçün, öz əvəzliyini sözün mənsubiyyət şəkilçisi kimi düşündüyümüz sözün əvvəlinə artıra biliriksə, deməli mənsubiyyətdir. Nümunələr yazaq. Məsəl üçün, deyirəm ki, kitabı oxudum. Bir də deyirəm ki, kitabı maraqlıdır. Baxaq, uşaqlar, ikisində də ı şəkilçisi var və bizə deyir ki, hansı mənsubiyyət şəkilçilidir. Gəl bir cümləni ı şəkilçili sözün əvvəlinə öz əvəzliyini artıraq görək hansında məzmun uyğunluğu var. Öz kitabı oxudum deyə bilərəm? Deyə bilmərəm. Deyə bilmərəm ki, öz kitabı oxudum. Məzmun uyğunluğu yoxdur. Bəzən uşaqlar görürəm ki, bura özü artırır, kitabından sonra da m şəkilçisini artırır. Bu dəlidir, sənə ı şəkilçisini verib. Özünün nə haqqın var ki, sən buradan sözə başqa bir şəkilçi artırasan. Onu etməməlisiniz. Amma deyə bilərəmmi? Öz kitabı maraqlıdır. Artıra bilirəmmi? Deməli, rahatlıqla bu sözü mənsubiyyət kimi götürə bilərik. Nuray yatma. Yaxşı, deyirəm ki, onun yolları bağlanmışdı. Burada un şəkilçisi var, burada ı şəkilçisi var. Hansı mənsubiyyət şəkilçisidir? Yadınızda saxlayın. 2 dənə qayda var idi. Şəxs əvəzlikləri heç vaxt mənsubiyyət şəkilçisi qəbul eləmir. Buradan ona görə onun sözündəki ın şəkilçisi mənsubiyyət heç vaxt ola bilməz. İkinci, özü artıra bilərik. Öz onun deyə bilərəm. Deyə bilmərəm. Onun öz yolları, özü rahatlıqla bunu artırırıq. Deməli, ı şəkilçili söz bizim mənsubiyyət şəkilçimizdir. Sonra məsəl üçün deyirəm ki, vətəni qorumaq bizim
borcumuzdur. Altına xətt çəkilmiş söz deyir. Mənsubiyyət şəkilçili sözdürmü? Öz vətəni deyə bilərəm. Deyə bilərəm. Öz vətəni. Əgər bu cümlənin dalını oxumasam. Axı cümləni tam verib sənə. Cümləni tam gətirməlisiniz. Özü artırdığınız sözü cümlədə işlənibsə söz, mütləq onu axıra qədər oxuyun. Deyə bilərəm, öz vətəni qorumaq bizim borcumuzdur. Deyə bilmərəm. Deməli, öz buradakı vətəni sözü və bir də təsirli hal. Özündən sonra 99% feil tələb eləyir. Baxaq, qorumaq məsdərdirmi? Deməli, buradakı ı şəkilçisi təsirli hal şəkilçisidir. Öz bizim deyə bilərəm. Deyə bilmərəm. Və bir də şəxs əvəzliklər demişdik, mənsubiyyət qəbul eləmir. Mənsubiyyəlik hal mən və biz əvəzliklərində in qəbul eləyə bilmir, keçir olur im. Deməli, bu yiyəlik haldadır. Borcumuzdurdur, nədir? Öz borcumuzdur deyə bilirəmmi? Deməli, buradakı mənsubiyyət şəkilçili söz borcumuz sözüdür. İndi sizi belə bir şeylə də çaşdıra bilərlər. Yazacaq ki, halları ardıcıllıqla düzün. Halları ardıcıllıq. Məsəl üçün, ismin hallarında işlənmiş isimləri düzün. İsim istəyirsə, baxaq. Vətəni isimdir. Nə olacaq? Hansı haldadır? Təsirlik. Bizimi sən düzə bilməzsən. Yiyəlik hallı sözdür, ancaq yiyəlik hallı isim deyil. Bizim nədir? Əvəzlikdir. Deməli, sən bunu gətirib bu cərgənin davamını verə bilməzsən. Çünki səndən isim istəyir. Borcumuzu da gətirə bilərik. Əgər mənsubiyyət şəkilçisindən sonra heç bir hal şəkilçisi artırılmayıbsa və özümüz də artıra bilmiriksə, deməli, bu söz adlıq haldadır. Təsirlik və adlıq hallı isimlər işlənir. Cümlədə, məsəl üçün, vətəni qorumaq bizim borcumuzdur cümləsini verib deyir. Cümlədə işlənmiş isimlərin hansı halda olduğunu deyin. Bu zaman 3 dənə hal şəkilçili söz var. İkisi isimdir, biri əvəzlikdir. Əvəzliyi götürməyəcək. Digər isimlərin hansı halda olduğunu tapıb yazacaq. Məsəl üçün, bir dənə də söz tapaq. Mənsubiyyət gəlir, mənsubiyyətdən sonra yiyəlik. Hansı hal şəkilçisini qəbul edibsə, o halı götürəcəyik. Məsəl üçün, deyə bilirəm ki, gəl yazaq. Sənin kitablarının çoxu məndədir. Mənimdir yazaq. Belə yazaq ki, biraz da çətinləşdirək. Mənimdir. Sənin hansı hal olacaq? Yiyəlik hal. Çünki niyə? Yiyəlik hal şəkilçisi indi və mənsubiyyət şəkilçili söz özündən əvvəl mütləq yiyəlik hallı söz tələb edir. Kitablar, kitab sözün kökülər, cəm şəkilçisi. Sənin kitabların, öz kitabların deyə bilirsənmi? Buradakı şəkilçisi artıq mənsubiyyət şəkilçisidir. Mənsubiyyət şəkilçisindən sonra yenə hal şəkilçisi gəlib. Kitablarının, bu yenə yiyəlik haldır. Kitablarının çoxu, buradakı şəkilçisidir. Yenə mənsubiyyət şəkilçisidir. Ancaq isimə yox. Hansı? Çox hansı nitq hissəsidir? Saya artırılıb. Başa düşdünüz bu hissəni? Yəni, mənsubiyyət təkcə isimə artırılmır. Digər əsas nitq hissələrinə də artırılır. Bəli. Desək ki, buradakı hal şəkilçili sözləri tapın. Məsəl üçün, deyir ki, adlıq halda olan sözü tapın. Adlıq halda olan bir dənə çoxu sözüdür. Əgər desək ki, adlıq halda olan ismi tap, bu çox isim deyil. Ona görə bunu götürməyəcəksiniz. Saydı. Bax, sənin öz kitablarının öz çoxu. Kitablarının çoxu. Deməli, bəzən 99% öz tutur, bəzi sözlərdə məzmun uyğunsuzluğu ola bilər. Bax, məsəl üçün, öz çoxu o qədər də uyğun oturmur. Amma sənin öz kitablar isimlərdən əvvəl həmişə tutur. Amma başqa nitq hissələrində özü artıranda biləcəksən də şəkilçisindən əvvəl yiyəlik hallı söz gəlibsə, avtomatik biləsən ki, burada mənsubiyyət şəkilçisi var. İndi bir dənə də mənsubiyyətlə bağlı bir məsələni də deyim. Testlərin üzərində bir neçəsini izah eləyim. Ayhan fikrin məndə olsun. Mənsubiyyətə görə dəyişən 7 dənə sözümüz var ki, onlardan ikisi milli, 5-i alınmadı. Bunlar mənsubiyyətə görə dəyişəndə y bitişdirici samitindən istifadə olunur. Millilər su və nə sözləridir? Mənim suyum, sənin suyun, onun suyu. Məsəl üçün, mənim nəyim, sənin nəyin. 5 dənə alınmadı ki, mənşə, bəli, mövqe, tali, mənafi,
Mənbə. Bu sözlər mənsubiyyətə görə dəyişəndə y bitişdiricisindən istifadə olunur. İndi bir dənə toplunu açaq. Mənsubiyyətdən bir neçəsinə baxaq. Mənsubiyyət. Məsəl üçün, başdan ikisinə baxaq, sonra keçərik ora. Mənsubiyyət şəkilçili ismi, şəkilçili olan, mənsubiyyət şəkilçili isim istəyir sizdən. Birləşmələri müəyyən eləyin. Öz sözünü artırın bir-bir. Öz əxlaqi dəyərlər deyə bilərsən, deyə bilməzsən. A variantını sil getsin. Öz evi tikmək deyə bilərsən, deyə bilməzsən, getdiniz. Öz sürməyi şal. Ümumiyyətlə sürməyi burada İ şəkilçisi, Y şəkilçisi burada. Ondan sonra ın şəkilçisi artırılır. Məsələn, insanın taleyi, xalqın mənafeyi. Bəli. İnsanın öz taleyi, xalqın öz mənafeyi. Görürsünüz, rahatlıqla özü artırıb tapa bilərsiniz. Məsəl üçün, mənsubiyyət şəkilçili sözlər hansı bənddədir? Sancı hiss etmək, burada ümumiyyətlə feildir, getdi. Bəli, onun öz zehri, şairin öz həyatı. Hər bir sözdən sonra öz artırın, görün dilimizə, məntiqimizə uyğundursa və mənsubiyyət şəkilçiləri varsa, deməli o söz mənsubiyyət şəkilçili sözdür. İndi verəcəm sizə, işləyərsiniz, amma bir dənə də xəbərliyə izah eləyim, ondan sonra halları keçəcəm. Deməli, hansı cümlədə mənsubiyyət şəkilçili qəbul etmiş isim adlı haldadır? Baxaq, mənsubiyyət şəkilçisi qəbul etmiş isim adlı haldadır. Deməli, mənsubiyyətdən sonra heç bir hal şəkilçisi yoxdur. Ağaməcid ağlayan kimi qohumları tökülüb gəlmişdi. Ağlayan kimi öz qohumları deyə bilərəm, öz qohumları. Ağaməcidin öz qohumları deyə bilərəm. Deməli, öz qohumları. Buradakı ı şəkilçisi, salam. Aha. Deməli, buradakı öz şəkilçisi nəyin üzərinə artırılıb? Daha doğrusu mənsubiyyət şəkilçili söz, uşaq gəldi, fikrim dağıldı. Qohumları sözü burada mənsubiyyət şəkilçilidir. Və hansısa bir hal şəkilçisi artırıla bilərəm? Bunun üstünə. Yox, qohumları sözünə hansısa bir hal şəkilçisini artıra bilərəm? Artıra bilmərəm. Deməli, mənsubiyyət şəkilçisi adlı halı ilə isim A variantıdır. B-yə baxaq. Mərdən ayağını, öz ayağı bax, öz ayağı I burada mənsubiyyət şəkilçisidir. Ondan sonra gələn bu I da təsirlik hal şəkilçisidir. N burada bitişdirici samitdir. Saitlə başlayan saitlə bitən sözə saitlə başlayan şəkilçi artırırıqsa, bizim bitişdirici samitlərə ehtiyacımız var. Bitişdirici samitlər Y, N, S-dır. Yerinə görə ümumiyyətlə bitişdirici samitlərin funksiyası nədir? Saitlə bitən sözü saitlə başlayan şəkilçi artıranda bizim köməyimizə çatır. Məsəl üçün, onun anası, ana sözünə saitlə bitibmi? A şəkilçisini artırıram. Ana A deyə bilərəm? Yox. Artıq köməyimizə Y şəkilçisi gəlir. Yəni, bitişdirici samiti gəlir. Anaya bu Y-nı da ayrı bir şəkilçi götürməyəcəksən. Elə özündən sonra gələn şəkilçinin tərkibinə qatıb daxil eləyəcəksiniz. Ancaq desə ki, həmişə saitlə başlayan, bitən sözü saitlə başlayan şəkilçini artırır. Xeyr, bəzən olur ki, saitlə bitən sözə samitlə başlayan şəkilçi artırırıq. O əvəzliyidir. Onun üstünə çıxışlı hal şəkilçisi gətirəndə odan deyə bilərəm? Ondan. Yox, artıq bura N bitişdiricisinin işləndiyini görmüş olarıq. Olur, ondan. Buradakı N şəkilçisi də bitişdirici şəkilçi olmuş olur. Deməli, bu söz təsirlik haldadır. Bu getdi. Onların çoxu. Bax, burada yəlik hallı söz var. Çoxu da nə olacaq? Mənsubiyyət şəkilçisi. Buna bənzər hadisələr görmüş ya da eşitmişdi. Ümumiyyətlə, hadisələri. Burada da qeyri-müəyyən təsirlik haldan istifadə olunub. Cənnət anaların öz ayaqlarının altında. Altı. Yenə burada da mənsubiyyət şəkilçili söz var. Ancaq bax, mənsubiyyət şəkilçili sözdən sonra nə işlənib? Da, də ismin hansı halıdır? Yerlik halı. Birazdan kəndin kənarında, kəndin yəlik haldadır, kənarı. I da mənsubiyyət şəkilçisidir. Özündən sonra da hal şəkilçisi gəlib. Əgər kəndin kənarı söz olsaydı, kənarı sözü adlı halda olardı. Ancaq kənarından sonra da, də ismin hal şəkilçisi gəldiyi üçün hansı hal şəkilçisində işlənibsə, deməli o halın xüsusiyyətini də qəbul edir. İndi keçək qrammatikada. Ümumiyyətlə dedik ki, Azərbaycan dilində
Mənsubiyyət kateqoriyası olduğu kimi bizim xəbərlik kateqoriyamız da var. Xəbərlik kateqoriyası ilə uşaqlar mənsubiyyət kateqoriyasını qarışdırırlar. İndi biz yenə gəlin şəxs əvəzliklərini yazaq. Mən, sən, o, biz, siz, onlar. Mən şəxs əvəzliklərini yazdım. Xəbərlik şəkilçilərini gəlin tapaq. Bir dənə söz artıraq və sözü şəxslər üzərinə dəyişək. Xəbərlik şəkilçiləri fikir bitkin olur. Məsəl üçün deyirəm ki, mənim anam sözündə görürsən söz birləşməsi şəklindədir. Cümlə bitməyib. Xəbərlik şəkilçisi nə deməkdir? Xəbər cümlənin sonudur. Məsəl üçün mən anayam. Mənim anam doğulur. Yox. Dur, yox. O üçüncü şəxsə aid olsa, birinci şəxsdən söhbət gedir. Mən anayam, sən anasan, o anadır. Biz anayıq. Siz anasınız. Onlar anadırlar. Deməli, indi birinci şəxsin xəbərlik şəkilçisi nədir? Am, əm şəkilçisidir. İkinci şəxsin xəbərlik şəkilçisi san, sən. O anadır. Durdur. Və dırla bağlı sizə bir qeyd demişdik ki, dır leksik şəkilçi olsa tələffüzdə dır olduğu kimi qalır. Ancaq dır şəkilçisi xəbərlik şəkilçisi olsa, yəni qrammatik şəkilçisi olsa tələffüzdə r düşür, olurdu. Məsəl üçün o anadır, r düşmüş olacaq. Biz anayıq, nə olacaq? Anayıq, x düşəcək. Deməli, ıq, iq, uq, ük, 4 cür. Anasınız, sınızla bağlı da qeyd demişdim. Sınız tələffüz zamanı səma, tələffüz zamanı sız kimi təhlil olunur. Anadır, yenə burada r düşəcək, anadılar. Dılar kimi tələffüz olunacaq. İndi bir neçə dənə söz deyirəm. Fidan mənə denən görüm. Bizim kəndimiz. Bir də deyirəm ki, mən müəlliməyəm. Bir də deyirəm ki, mənim müəllimim. Mən şəkilçiləri bizim, imiz, am, əm, bu şəkilçilər, altından xətt çəkdiyim şəkilçilərin nə olduğunu mənə bir dənə mən qeyd edeyim. Bizim kəndimiz, öz kəndimiz. Hə. Bu mənsubiyyətdir. Kəndimiz mənsubiyyət, aha. Mən müəlliməyəm. Nəyəm? Müəlliməyəm. Öz müəlliməyəm. Bəs buradakı bizimdəki im nədir? O xəbərlik. Yox, təsirlik. Yox, yiyəlik hal. Sağ ol, yiyəlik. Çünki yiyəlik halın in şəkilçisi və mən və bizdə ini qəbul edir. Bu yiyəlik haldır, aha. Mən müəlliməyəm. Buradakı mən müəlliməyəmdəki əm nədir? Fikir bitibsə nə olacaq? Xəbərlik, sağ olun. Mənim müəllimim, Mənim müəllimim. öz müəllimim, öz artıra bilirəmmi? Deməli, buradakı im mənsubiyyətdir. Mənim də nədir? Demişik ki, bir qayda olaraq şəxs əvəzlikləri nə qəbul eləyir? Yiyəlik hal şəkilçisi qəbul eləyir. Məsəl üçün, Aminə denən ki, mənim həkimim. Burada mənsubiyyət olacaq. Hansı həkimim? Bəs mənimdəki? Yiyəlik hal. Bəs yaxşı deyirəm ki, mən həkiməm. Xəbərlik olacaq. Həkiməm. Kim bunu başa düşmədi? Mikail, bax görək, mən ustayam. Sakit olun. Bir də deyirəm ki, mənim ustam. Buradakı m nədir? Buradakı am nədir? Buradakı im nədir? Mənim öz ustam. Hə. Mən ustam, onu da. Hə. Onu da.